Bugün çoxdan getmək istədiyim bir yerə, Şəkiyə gedirik. Özü də qatarla. Yəqin bir çoxlarınız artıq bilirsiniz, Şəkiyə gedən qatar, yəni Bakı-Balakən qatarı gecə yola düşür və yatılı qatardır. Biz biletləri standart sinifdən almışdıq. Aşağı üçün qiymət 18 manat 50 qəpik, yuxarı üçünsə 14 manat 80 qəpik idi. Ancaq onu deyim ki, biletləri alanda aşağının 18 manat olduğu qeyd olunmamışdı. Bu da nəzərinizdə olsun. Həmçinin həftə içi, həftə sonu və bayram günlərində biletlərin qiyməti fərqli ola bilər. Mən həftə içi almışdım. Standart sinifin biletinə isə belə bir su, həmçinin yastıq, yorğan, döşəyüzü verilir. Onu da deyim ki, qatarda Wi-Fi çox yaxşı işləyirdi. Bu da yaxşı bir nüansdır məncə. İlk dəfə idi ki, yatılı qatarda səyahət eləyirdim. Bunun üçün də çox həyəcanlıydım. Gecəni yarı rahat, yarı narahat keçirib səhər gözümüzü Şəkidə açdıq. Vaqondan düşən kimi məni elə gözəl bir mənzərə qarşıladı ki, buradan başa düşdüm ki, Şəkini nə qədər sevəcəm. Təbiəti bir yana qalsın, Şəki ilə bağlı ən sevdiyim nüanslardan biri oldu ki, Bolt çox yaxşı və sürətli işləyir. Ancaq biz çox tez çatmışdıq. Heç bilmirdim ki, həmin saatda Bolt işləyir yoxsa yox. Həm də vağzalın qabağında çoxlu taksilər var idi. Kərvansaraya gəlmək üçün biz 12 manat ödədik. Ümumilikdə isə bu hissələrə gəlmək üçün qiymət 10-15 manat arası dəyişirdi. Dediyim kimi biz çox tez çatmışdıq. Heç bir otel ya da restoran açıq değildi. Ancaq sağ olsunlar qapını açıb bizi içəri buyur elədilər. Kərvansarayın gözəlliyini şəkillərdən, videolardan görmüşdüm. Ancaq realda başqa bir vuruldum. O qədər gözəl bir abu-havası var ki buranın. Biz 3 nəfər idi və 3 nəfərlik otağın bir günlük qiyməti 50 manat idi. Qeyd edeyim ki, bu qiymətə səhər yeməyi daxil deyildi. Ancaq düşünürəm səhər yeməyi daxil olmasa belə bu mənzərədə, bu abu-havada qalmaq üçün dəyərdi. Giriş-çıxış saatları saat 12-də olur deyə hələ heç bir otaq boş deyildi. Ona görə biraz burada vaxt keçirdikdən sonra şəhəri gəzmək istədik. Burada isə o qədər sevinirdim ki, çünki abu-havanı çox bəyənmişdim. Şəkini gəzməsəm belə buranı görüb qayıtmaq da mənə bəs eləyərdi bəlkə də. Şəkiyə gəlmək mənim çoxdankı xəyallarımdan idi. Hətta o qədər istəyirdim ki, bu il hazırladığım vision boardda buradan şəkillər yapışdırmışdım. Biz şəhəri gəzməyə başlayanda hələ şəhər təzə-təzə oyanırdı deyə ətrafda çox az insan var idi və belə gəzmək tamam başqa bir zövq verirdi. Təbii ki, hər şəhərin, kəndin, qəsəbənin öz ruhu var, ancaq mən buranın ruhunu çox bəyəndim. Əslində gəlməzdən əvvəl yazıb maraqlanmışdım ki, Old Townda səhər saat 8-də səhər yeməyi servis edilir. Ancaq həmin vaxt oraya yaxınlaşanda bildirdilər ki, qonaqları çoxdur deyə kənardan adam qəbul eləyə bilmirlər, ancaq öz qonaqlarına səhər yeməyi servis eləyirlər. Ona görə də yenidən qayıtdıq Kərvansaraya ki, səhər yeməyimizi burada eləyək. Burada isə səhər yeməyi set halında və ya adam başı qiymət olaraq nəzərdə tutulmuyub, menüdən istədiyiniz hər şeyi tək-tək sifariş eləyə bilərsiniz. Elə biz də klassik yağ, bal, qaymaq, pendir və pomidor yumurta sifariş elədik. Bütün bu masada gördüklərinizə və əlavə olaraq çaya 20 manat ödədik. Gördüyünüz kimi burada belə isti abu-havalı, qəşəng bir yer idi. Bilmirəm, açıq havada restoranları var yoxsa yox. Soyuq idi deyə və yağış yağırdı deyə biz burada oturmuşduq. Yeməklərin dadına gələndə də pendiri elə də bəyənmədim, nə yalan deyim. Ancaq qaymağı və bu pomidor yumurtanı çox bəyəndim, çox ləzzətli idi. Bu isə bizim qalacağımız otaqdır. Dediyim kimi 3 nəfərlikdir və bir günlük qiyməti 50 manat idi. Otağa daxil olandan özümü çox qəribə bir yerdə hiss edirdim. Sanki bütün bu daş divarlar və abu-havası çox gözəl idi. Bura isə 2 nəfərlik olan yataq otağıdır. Yataq narahat değildi çox da, yəni bir gecə yatmaq olardı. Burada adyallar falan da qoymuşdular, əlavə yastıqlar da var idi. Pəncərələr isə belə bağlı idi, ancaq yenə də arxada yaşıllıq bir mənzərə görünürdü. Həmçinin otelin yaxınlığında İmam Əli məscidi olduğu üçün də çox gözəl əzan səsi eşidilirdi. Bura isə vanna otağıdır. Qeyri-adi bir şey yox idi. Ən azından gözləyirdim ki, bir diş pastası olsun, ancaq təəssüflər olsun ki, yox idi. Yol yorğunuyduq. Otaqda biraz dincəldikdən sonra nəhayət ki, Şəkini kəşf eləməyə çıxdıq. Kərvansaraydan belə üzü aşağı düşəndə burada cürbəcür mağazalar görəcəksiniz. Balaca hədiyyəlik mağazalar, halva dükanları, papaqçılar və s. Həmçinin kəlağaylar və belə piti qabları satan mağazalar da var idi. Səhv eləmirəmsə, belə balaca piti qablarının qiyməti 3-10 manat aralığında dəyişirdi. Böyükləri isə 30, 40, 50, 60, 70-ə qədər, hətta 100-ə qədər var idi. Kəlağay mağazasından kəlağayının qiymətini də soruşdum, 60 manatdan başladığını dedilər. Mənə görə ən yaxşı nüanslarından biri də o idi ki, hər yer bir-birinə çox yaxın idi. Ən azından mənim gəzib görmək istədiyim yerlər. Yəni siz elə piyada yeriyə-yeriyə Kərvansaraydan aşağı düşüb, biraz oralarda fırlanıb Şəki Xan Sarayına və ya Xan məscidinə gəlib çıxa bilərsiniz. Hər yerdə o qədər gözəl görünürdü ki, çəkməyə bilmirdim. Nəhayət ki, gəlib Xan Sarayına çatdıq. Təbii ki, Şəkiyə gələn hər bir ziyarətçi kimi mən də birinci buranı ziyarət eləmək istirdim. Xan Sarayının həyətində və ya ətrafında gəzmək ödənişsiz olsa da, içəri girmək üçün bilet almaq lazımdır. Bilet qiymətləri isə Azərbaycan vətəndaşları üçün 2 manat, tələbələr üçün səhv eləmirəmsə 1 manat, turistlər üçünsə, yəni xarici vətəndaşlar üçünsə daha yüksək idi. Həmçinin əlavə bələdçi də götürə bilərsiniz, o da ödənişli idi. Yəqin ki, bilirsiniz, Xan Sarayının içində çəkiliş eləmək olmaz. Ancaq deyərdim, nə gözəlliyi varsa elə çölündədir. Bəlkə də bələdçisiz girmişdim. Mən tam olaraq başa düşmədim deyə içi mənə çox da maraqlı gəlmədi. Bu hissə isə Xan Sarayının arxasındadır. Səhv eləmirəmsə Abad mərkəzinə aiddir. Orada keramik qablar hazırlanan bir hissə var idi. Düşünürəm ki, bu maraqlı fiqurlar da ora
şahidi idi. Xan Sarayından çıxdıqdan sonra isə belə ətrafı gəzdik. Çox gözəl mənzərəli yerlər var idi. Hətta səhv eləmirəmsə Şəkinin Tarix Diyarşünaslıq Muzeyi də həmin ərazidə idi. Artıq nahar vaxtı idi deyə çoxdan araşdırdığım və pitilərini yoxlamaq istədiyim Qaqarinə yollandıq. Təbii ki, mən də internetdə görmüşdüm ki, ən bəyənilən yerlərdən biri buradır. Səhv eləmirəmsə digəri də Arı Məmmədin yeridir. Ancaq mən sırf mənzərəsinə görə də Qaqarinə gəlmək istəyirdim. Çox təəssüf ki, yağış yağdığına görə terasda yox, kabinetdə əyləşmişdik, ancaq oradan da çox gözəl mənzərə görünürdü. Burada pitinin qiyməti 8 manat idi və düşünürəm ki, hər tərəfli bir yeməkdə əvvəlcə suyundan içirsən, sonra da ətindən, şabalıdından yeyib doyursan. Ümumiyyətlə düşünürəm ki, içində ət, şabalad və noxud olan bir yemək dadsız ola bilməz. Elə biz burada pitinin dadını da bəyəndik. Düzü heç soruşsaz mən deyə bilmərəm ki, dadlı və dadsız pit arasında fərq nədir. Pitidən əlavə turşu da sifariş eləmişdik. Qarışıq turşular idi, ancaq turşuların dadını elə də bəyənmədim, daha yaxşılarını yemişəm. Onu deyim ki, biz burada xidmətdən də çox razı qaldıq. Səhv eləmirəmsə servis haqqı da yox idi. Pitimizi yeyib bitirdikdən sonra isə yollanmaq istəyirdik Kiş kəndinə. Burada Alban məbədini ziyarət eləmək istəyirdik. Videonun əvvəlində də demişdim, Şəkidə Bolt çox yaxşı və sürətli işləyir. Həm qiymətləri çox münasibdir, həm də taksilər çox tez tapılırdı. Bura isə Alban məbədidir. O qədər bəyəndim ki, mən buranı, çox sehirli bir abu-havası var idi. Bura daxil olmaq üçün də giriş pullu idi, qiyməti isə 2 manat idi. Deyəsən burada içəridə çəkilişə də icazə var idi. O haqqda xüsusi bir qeyd qoymamışdılar. Məbədin içində isə siz qədim zamanlardan qalan tapıntıları, bəzək əşyalarını görə bilərsiniz. Hətta Ağayan Kilsə Məclisində qəbul edilmiş qərarların siyahısı da var idi. Ümumiyyətlə düşünürəm ki, insan özünü Şəkidə 8-9-cu sinif Azərbaycan tarixi kitabında hiss eləyir. Ən azından mən elə hiss eləyirdim. Ümumiyyətlə burada gəzməli, görməli o qədər yerlər var idi ki, heç bilmirdim ki, bu 2 gün ərzində hansına gedim, hansı qalsın. Buradan çıxıb yollandığımız məkan isə miniatür muzeyi oldu. Mən sizə məsləhət görərdim ki, Şəki turunuzu elə birinci miniatür muzeydən başlayasınız. Burada sizə Şəki haqqında o qədər gözəl, detallı məlumatlar verəcəklər ki, düşünürəm ki, gəzdiyiniz, gördüyünüz yerlərin tarixini bilərək gəzmək daha da maraqlı olacaq. Həmçinin qeyd edeyim ki, miniatür muzeyə də giriş qiyməti 2 manat idi. Burada bütün məlumatları topladıqdan sonra gəzə-gəzə düşdük yenə Şəkinin canına və gəlib Xan Məscidinin həyətinə çıxdıq. Bura o qədər gözəl, o qədər hüzurlu bir yer idi ki, həmçinin burada Xan Çinarı da var. Səhv eləmirəmsə, buranın da daxilində bir muzey var, girişi ödənişli olmalıdır, mən içəri daxil olmadım. Miniatür muzeydə öyrəndiyim məlumatlardan biri də o idi ki, əvvəl Şəkidə 7 dənə böyük karvansaray var imiş. İndi isə onlardan sadəcə ikisi yuxarı karvansaray və aşağı karvansaray qalıb. Biz isə yuxarı karvansarayda qalırdıq. Bu kofəndə elə qaldığımız yuxarı karvansaraydan 5 manat almışdım. Elə həmin günün şam yeməyi üçün də istədik yollanaq Minaliyə. Buranın da mənzərəsi çox gözəl idi. Düzü biz kabab istirdik, ancaq bildirdilər ki, kabab servis eləmirlər, ona görə də fərqli seçimlər etdik menyudan. Deyə bilərəm ki, digər restoranlarla müqayisədə burada qiymətlər biraz yuxarı idi, həmçinin servis haqqı da var idi. Seçimlərimiz isə giristo, buday, yarpaq dolması və alballı pomidor salat olmuşdu, həmçinin çay da sifariş elədik. Yeməklərin həm dadı, həm də porsiyası yaxşı idi, ancaq mən burada servisdən heç razı qalmadım. Turistlərlə bizim aramıza o qədər fərq qoydular ki, düzü bu fərq mənim xoşuma gəlmədi. Təbii ki, başa düşürəm, şəhərdə turist həddindən artıq çoxdur və xarici vətəndaşların məlumatı daha az olduğu üçün onları daha çox maarifləndirmək lazımdır. Bəlkə də ofisiantın da eləmək istədiyi buydu, ancaq hər halda müştəridir. Bu qədər fərq qoyulmasa heç professional bir davranış deyildi. Burada isə hesab bizdə 36 manat eləmişdi. Sadəcə girsin birini hesaba vurmağı unutmuşdular, sonradan xatırlatdıq. Biz növbəti gün günorta qaydacıydıq deyə getməzdən əvvəl Qaqarində kababların da dadına baxmaq istədik. Eşitmişdim ki, kababları dadlı olur. Yeməkləri, kababları, qulluğu bir yana buranın mənzərəsinə ötürü ürəyim getdi. Burada kabablardan əlavə qutab da sifariş eləmişdik. Həm göy, həm pendir, həm də ət qutabları var idi. Qeyri-adi bir dadları yox idi, ancaq dadsız da deyildilər, isti-isti servis olunmuşdu. Kababların dadı isə həqiqətən də çox ləzzətli idi. Həm tikə, həm toyuq, həm də lülə kababları çox bəyəndim. Burada isə ümumi hesab 40 manat elədi. Dediyim kimi burada servis haqqı yox idi. Əlavə salat və acika da sifariş eləmişdik. Yola düşməzdən əvvəl belə balaca hədiyyəlik bir mağazaya da girmişdik. Qolbağlar və sırğalar var idi. Çox xoşuma gəldi. Qolbağlar 3 manatdan, sırğalar isə 10 manatdan başlayırdı, səhv eləmirəmsə. Təbii ki, Şəkidən əlboş qayıtmaq olmazdı. Bamiyə və halvanı isə bu mağazadan aldıq. Fındıqlı halvanın qiyməti 9 manat, qozlu isə 10 manat idi. Bamiyənin isə yarım kilosu 2 manat 50 qəpik idi. Bunlardan əlavə içəridə çoxlu fərqli çeşidli şirniyyatlar da var idi. Qayıdışı isə qatarla yox, avtobusla etdik. Ona görə də əvvəlcədən avtovağzala yollanmalıydıq. Biletləri öncədən almışdım. Bir nəfər üçün qiymət 14 manat 20 qəpik idi. Sonda isə bütün xərclərimizi ən xırdasından ən böyüyünə qədər hesablasaq, bir gün yarım üçün bizim 300-400 manat arası xərcimiz çıxdı. Və bununla da Şəki səyahətimizin sonuna çatdıq. Çalışdım ki, hər şeyi sizə detallı izah edeyim. İzlədiyiniz üçün təşəkkürlər.